Ər arvadı cadu ilə ayrılırlar. Hətta Quranda da buna misal çəkilir. Bəs bunun müalicəsi necədir? Yeni evlənənlər arasında baş verir və yaxud da ki, digərlərində baş verir. Misal üçün, qadınla əri sehr edirlər. Onlar arasında mehribançılıq olmur, yataq münasibətləri olmur, cinsi əlaqə olmur, uzaqlaşdırırlar. Onu batil etmək üçün İbn Battal deyir ki, rahimehullah, yəni bu istifadə edilmiş formasıdır. Yəni 7 sidr yarpağı götürsün. İndi sidr yarpağı o zaman nəyə görə deyildi alimlər? Sidr yarpağı var idi, əzirdilər. İndi hazır onu tozu satılır, sidr tozu. Sidr tozu yaşıl olur. Sonra deyir, onu suya qarışdırır. Və yaqra fi ayətil kursi. Sidr tozu qarışdırılmış suya ayət kursunu oxuyur. Ondan sonra qul ya eyyuhel kafirun. Kafirun surəsini oxuyur. Qul huvallahu əhəd. Yəni qul ilə başlayan. Qul a'udhu bi rabbil felaq. Felaq surəsi. Qul a'udhu bi rabbin nas. Nas surəsi. Thumma yahsubu thalath hasawatin və yəqtəsir fihi. Yəni ondan sonra nə edir? Yuyunur. Amma onu yuyunarkən yəni bir vannanın içərisində olsun ki, onun suyu ayaq yoluna getməsin. Çünki Quran ayələri oxunub ora. O suda yuyunandan sonra o suyu at ağacın dibinə, həyət, amma ayaq yoluna, kanalizasiyaya getməsin. فَاِنَّهُ يَذْهَبُ عَنْهُ كُلُّ مَا inşallah. Allahın izni ilə o ər-arvad arasında olan soyuqluq aradan qalxacaq. Səhih Buxarinin şərhində İbn Battal Səhih Buxarinin şərhində verir 9-cu cild 446-cı səhifədə. Bunu hər kəs eləyə bilər. Nə demişdik əvvəl dərsimizdə? Bu rüqə ayələri ərəbcə oxunmalıdır. Yəni, ayənin tərcüməsini oxuyanda o effekt verir. Çünki nəyə görə? O mənaca tərcümədir. Əgər oxuya bilmirsənsə, kim oxuya bilirsə onu oxutdur. Bunlar hamısında Peyğəmbərimiz olsa muavvizat, yəni qorunmaq üçün ən böyük səbəb. Allah təala qul a'udhu bi rabbin nas, qul a'udhu bi rabbil felaq nə üçün endirib? Qorunmaq üçün.